Hamıya salam dostlar. Və bu gün mən sizə real biznes haqqında izah videosu çəkirəm. Yəni göstərəcəm necə burada qeydiyyat keçib pul qazanmaq olar. Və burada qeydiyyata keçirik. Ən birinci istifadəçi adımızı yazırıq. Yəni допустим yazaq qazanc 50. Yəni onu da yadda saxlayın ki, qeydiyyat adı yəni varsa sistemdə, yəni zanitdirsə ayrı bir ad özümüzə düzəldə bilərik. Yəni qazanc 515, 5015. Yəni nəsə belə də. Sonra isə e-mail düzəldirik. Yəni öz e-mailimizi bura yazırıq. Nəm qazanc. Həm də yəni öz e-mailinizi bura yazırsınız. Sonra isə şifrə. Özünüzə şifrə düzəldirsiniz və Google deyir надежный parol, yəni şifrə. Özünüz də düzəldə bilərsiniz. Şifrə yazırsınız. Sonra şifrənizi bir dəfə də yazırsınız, yəni təsdiqləyirsiniz və qeydiyyatdan keçin düyməsinə basırsınız. Və vəsə, biz artıq real biznesdə qeydiyyatı keçdik. Sonra da yadınızdan çıxmasın ki, öz profilinizdə e-maili təsdiqləyin. İndi real biznesdə necə qazanmaq olar, onu sizə göstərim. Ən birinci sizə onu bildirmək istəyirəm ki, bütün kripto oyunlardakı kimi burada yol var, yəni gələcək planımız var. Mayda nə edəcəklər, yanvarda nə edəcəklər. Ən maraqlısı yanvardır. Yəni yanvarda 3D şəhər olacaq. Yəni bomba kimi də, yəni bu superdir eləcə. İndi öz şəhərimi sizə göstərim. Yəni şəhər deyəndə bu şəhərə yox, kəndə oxşuyur. Bir dənə kofe binası var, bir dənə də ağac var. Yəni 3 cent gətirib gəlin onu toplayaq. Yəni bu da puldur. Nəmi? İndi mən sizə göstərim bu ağacı necə pulsuz əldə etmək olar. Bura 3 xəttə basırsınız və burada sizdə bonus olacaq, bonus yeri. Bonus yerinin üstündən basırsınız. Bonus yerinə basandan sonra öz telegramınızı təsdiqləyirsiniz və real biznes kanalına abunə olursunuz. Və sonra öz ağacınızı götürürsünüz. 2 dolları, yəni pulsuz ağac. Gəlin baxaq o ağac bizə nə qədər gəlir gətirir. Marketə daxil oluruq. Və burada ağac var. Burada ətraflı basırıq. Bax burada gəlir proqnozudur. Günə 2 sent, həftəyə 15 sent, aya 65 sent, ilə isə 7 dollar 78 sent gəlir bizə gətirir bu ağac. Yəni burada taksi də var, kofe də var, binası. Bu nədir? Nəsə bina var, məktəbdir, nədir? Yoxsa budur məktəb? Nəmi? Belə bir bina var, aptek var, aptek nədir? Böyük binalar var, 250 dollara, 500 dollara, 750 dollara, 1000 dollara və 2000 dollara. Bu lap partlayış binadır. Bu gündə 30 dollar başlı pul gətirir, həftədə isə 200 dollar. Yəni bu bomba bir binadır. Gəlin indi isə Zefsin şəhərinə baxaq. Ən birinci gəlir. Belə bir bomba şəhəri var, 2000 dollarlıq binalar, yəni çox səviyyə bir şəhərdir, çox zor görsənir. Yəni səviyyədir, çox qəşəng düzəldibdir. Və gəlin indi keçək depozitlə çıxarış bölməsinə. Depozitə basırıq və burada Emonla gördüyümüz kimi pul yatırmaq olar və çıxarışda həminki kimi Emona çıxarış etmək olar 5 dollarla. Yəni bu qədər asandır. Və bax belə dostlar, mən sizə real biznes haqqında danışdım. Keçin, link aşağıdadır, keçin, qazanın sizdə.